161 nömrəli suala başladıq. Bu sual bizdən soruşur ki, access point hansı kabel növü ilə wireless kontrollara qoşulmalıdır? Hansı ki sürət 2.5 gigabit per second və 5 gigabit per second upload speedə ehtiyac olarsa. Doğru cavabımız burada A və C variantıdır. Şəkil üzərindən bunu izah eləmək istəyirəm. Bu şəkildə göstərilib kabellərin standartları, onların tezlikləri, sürətləri və s. parametrləri göstərilib. Cat 5-də biz görürük ki, maksimum 1 gigabit saniyədə 1 gigabit ötürə bilir. Cat 5-i baxmayaraq ki, 2.5 və 5 gigabit per second üçün dizayn olunmayıb, amma qısa məsafələrdə bu sürəti dəstəkləyir. A variantında bu standart göstərilmişdi, 10 Gbps-dir. Bu da 10 gigabit təkimi sürəti dəstəkləyir. Bu sual da bizdən 2.5 gigabit per second və 5 gigabit per second upload speedi dəstəkləyən soruşur. Bu hətta daha da yuxarını dəstəkləyir, 10 gigabitə kimi. Yenidən sualımıza qaydası olsaq, doğru cavab A və C variantı. Növbəti sualımıza keçək. Bu sual bizdən soruşur ki, Public Cloud-un eksternal istifadəçilər üçün faydası nədir? Public Cloud resurslar internet üzərindən əlçatandır. Doğru cavabımız C variantı. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, injiner 2 dənə PC-ni, hansı ki fərqli subnetdə olan PC-nin konfigurasiyalarını dəyişməlidir və dəyişdikdən sonra onlar bir-birinə əlaqə qura bilməlidirlər. Birisinin IP-si budur, digərinin IP-si isə bu IP-dir. Hansı subnet maskından istifadə olunmalıdır ki, daha sonra bu IP-lər bir-birinə əlaqə saxlaya bilsinlər? Doğru cavabımız burada C variantı olacaq. Subnet mask 255.255.0 olarsa, yəni ki, 24 olarsa, bu iki IP eyni subnetdə olmuş olacaqlar və bir-biri ilə əlaqə qura bilərlər. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, data plane-in funksiyası nədən ibarətdir? Bunu da şəkil üzərində izah etmək istəyirəm. Data plane datanın next hop'a forward olmasından cavab verir. Bu şəkildə də yuxarı hissədə control plane, aşağı hissədə isə data plane göstərilir. Data plane'in başqa bir adı da forwarding plane'dir. Control plane datanın necə idarə olunmasına, control plane datanın necə idarə olunmasından, yönləndirilməsindən və proses olunmasından cavab verir. Data plane isə datanın next hop'a forward olmasından cavab verir. Misal üçün, control plane paketlərin necə yönləndiriləcəyinə qərar verir. Data plane isə onları yönləndirir. Yenidən sualımıza qayıdaq. Burada doğru cavabımız D variantı olacaq. Forwarding traffic to next hop. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, nə vaxt collapsed core arxitektura istifadə olunmalıdır? Şəkil üzərindən bunu izah etmək istəyirəm. Sol tərəfdə three-tier arxitektura və sağ tərəfdə isə collapsed core arxitektura göstərilir. Collapsed core arxitekturada core və distribution layerlər birləşdirilir. Burada core və distribution layer var. Sağ tərəfdəki collapsed core arxitekturadır. Bu hissədə isə core və distribution layer birləşdirilibdir. Adətən kiçik şəbəkəsi olan və böyüməyə ehtiyacı az olan yerlərdə collapsed core arxitektura istifadə olunur. Böyük şəbəkəsi olan yerlər isə three-tier arxitektura ilə qurulur və şəbəkənin böyüməsi üçün three-tier arxitektura daha uyğundur. Yenidən sualımıza qayıdaq. Doğru cavabımız B variantı. Hansı ki kiçik yerlər və böyüməyə az olan yerləri collapsed core arxitektura qurulur. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, mühəndis hazırki VLAN-da 3 PC IP adres verir və əlavə 30 VLAN-la artırılacaq və C-class subneti istifadə olunacaq. Hansı komanda ilə planlaşdıran böyümə ilə cihazlara IP verə bilərik? Burada əsas subnet maskı biz burada tapmalıyıq. Əvvəl bir VLAN-ımız vardı, 30 VLAN da əlavə olunacaq, cəmi 31 VLAN-ımız olacaq. Hər bir VLAN-da bir subnet üçün istifadə olunacağından 31 subnetimiz olacaq həmçində. Həmçinin hər subnetdə 3 host, yəni ki 3 dənə PC olacaq. Biz tapmalıyıq ki, 31 subnet üçün hansı subnet maskından istifadə etməliyik? 31-ə yaxın olan 2-nin qüvvəti olan rəqəmi tapmalıyıq. 2 üstü 32, 31-ə yaxın bir rəqəmdir. Həm də ki, 31-dən yuxarı olmalıdır, kiçik olmamalıdır. 2 üstü 32-mizdə 2 üstü 5, 2 üstü 32 eləyəcək. Bizə lazımdır 5 dənə bir, hansı ki, network tərəfi olan hissəni birlər bildirir. Bizə lazım 5 dənə bir. Bu da C-class IP olacağından əvvəl 24 dənə birimiz vardı, yəni ki, /24 idi. Üstünə də 5 dənə bir gəldik, ümumi 29 dənə birimiz oldu.
hansı ki slash 29'umuz oldu. Slash 29 da biz 255, 255, 248 formasında yaza bilərik. Burada da əsas tapacağımız elə subnet mask-dir. Subnet maskı artıq tapdıq. Doğru cavabımız olacaq burada B variantı. Interface VLAN 10, sonra IP adresi 192.168.0.1, 255, 255, 248. Keçək növbəti sualımıza. Bu sual bizə deyir ki, server data centerdə olan switchə qoşulub və client görür ki, throughput aşağı, yəni ki, sürət aşağı olduğunu görür və həmçinin interfeyslərdə frame check sequence errorları görsənir. Bu sual bizdən soruşur ki, throughputun aşağı olmasının səbəbi nədir? Frame check sequence errorları adətən kabeldə fiziki problem olduqda və ya network interface kartında, NIC kartında problem olduqda olur. Frame check sequence errorları olduqda datanın transferində problemlər yaşanır. Burada doğru cavabımız A variant, hansı ki, kabeldə fiziki problem olanda frame check sequence errorları görünür. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, Minbase LX LH və Minbase ZX interfeyslərin fərqi nələrdir? Bunlar hərəsi bir SFP-nin standartlarıdır. Burada doğru cavabımız D variantıdır. Minbase LX LH 10 kilometrə kimi datanı ötürə bilir. Minbase ZX isə datanı 70 kilometrə kimi ötürə bilir. Bunu başqa bir link üzərindən göstərmək istəyirəm. Burada da eyni şeylər qeyd olunub. Minbase LX LH datanı ötürə bilir 10 kilometrə kimi. Minbase ZX isə datanı 70 kilometrə kimi ötürə bilir. Yenidən qayıdaq sualımıza. Doğru cavabımız burada D variantı. Keçək növbəti sualımıza. Bu sual bizdən soruşur ki, private IPv4 adresləri istifadə eləməyimizin səbəbi nədir? Adətən bu sualların bu kimi bir neçə sualı var. Bu sualların əsas cavabı odur ki, IPv4 public IP-ləri israf etməməyin qarşısını almaq üçündür. İstifadə olunan IPv4 private IP-lər. Burada doğru cavabımız olacaq A və Y variantı. Internal applicationlarda unikal IPv4 adreslər istifadə etməsi üçün və IPv4 public IP adresləri israf etməmək üçün. Doğru cavabımız A və Y variantı. Keçək növbəti sualımıza. Bu da əvvəlki suala oxşar bir sualdır. Sadəcə biraz fərqli formada yazıblar. Bu sual bizdən soruşur ki, IPv4 private adresləri istifadə etdikdə hansı problemlər olur? Hansı problemlər həll olur və IPv4 private adreslər istifadə etməyin üstünlüyü nədir deyə bilərik. Private adreslər internetdə istifadə olunmur. Daxildə private IP-ləri istifadə etməklə IPv4 public IP-lərin israfının qarşısını almış oluruq. Doğru cavabımız D variantı. Videonu artıq burada sonlandırıram.